Region TV-nin orta məktəblərdə hərbi sinif otaqlarının olmaması və dərslərin normal şəraitdə keçirilməməsi haqqında qaldırdığı problem həll edildi. Təhsil Nazirliyi pilot olaraq 50 məktəbdə yeni hərbi sinif otaqları yaradıb. Məktəblərdə hərbi dərslərin standartlara uyğun təşkili üçün yeni sinif otaqları istifadəyə verildi. Artıq şagirdlər hərbi dərsləri adi sinif otaqlarında deyil, bu cür ayrılmış əyani vəsaitlərlə xüsusi otaqlarda öyrənəcəklər. Orta məktəblərdə hərbi dərslər həftədə 2 dəfə olmaqla 10-11-ci siniflərdə tədris olunur. Şagirdlərin hərbi bilik və bacarıqlara yiyələnməsi üçün sinif otaqları xüsusi geyimlər, silahlar, əl qumbaraları ilə təmin olunub. Kabinetlərin tərkib hissəsinə AK tipli avtomatlar, Glock tipli tapanca, piyada və tank əleyhinə minalar, əl qumbaraları, eyni zamanda tədrisin keyfiyyətinin artırılması məqsədi ilə tədris vəsaitləri və bu kimi digər tədrisin keyfiyyətinin artırılmasına kömək edən vəsaitlər vardır. Hərbi tədris otağında şagirdlərə avtomat tipli təlim silahdan atəş açmaq öyrədilir. 5 atəş çalışması üzrə atılan hədəflər xüsusi monitorda göstərilir. Hərbi avadanlıqlar orijinalları ilə eyni çəkidə olsa da, şagirdlərin təhlükəsizliyi üçün məktəbdəki silahlar çalışma və atəş mexanizmləri ilə fərqlənir. Bunların çalışma mexanizmi, xüsusi kameralar, Bluetooth sistemi, İKT avadanlıqları və bunlar üçün sırf tədris üçün nəzərdə tutulmuş proqram təminatına əsaslanır. Hərbi sinif otaqları paytaxtla yanaşı Şəmkir və Kürdəmir rayon məktəblərində də yaradılıb. Gələcəkdə ölkənin bütün orta təhsil ocaqlarının hər birində belə siniflər olacaq. Ayşə İsazadə, İskəndər Qəmbərov, Bakı.